Şükürlər olsun Allaha ki, birinci mənim ibadətim var, mən xoşbəxtəm. Şükürlər olsun ki, mən 13 yaşından bu günkü günə qədər hələ bir dəfə olsun mən namazımı qəza verməmişəm. Bu mənim üçün ən böyük xoşbəxtçilikdir. Mən 13 yaşından bu günə qədər bircə gün olsun Siz 13 yaşınızdan artıq ibadətdəsiniz. Hə, 13 yaşından. İndi də uşaqlarım başlayıb. Bu valideynlərin bir təsiri. Yox, mənim valideynlərim özüm istəyimlə. Özüm istəmişəm. Yox, yəni bu barədə kimsə danışıb, yox, heç mən istəmişəm. Özüm məsələn maraqlı olub mənim üçün, maraqlanmışam. Elə 13 yaşında, 12-13 yaşında başladım maraqlanmağa. Belə mənim biz Balıxanı kəndində yaşayanda mənim atamın bir bibisi var idi. Bir dənə o Allah ona rəhmət eləsin, o namaz qılan arvad idi. Mən uşaq idim, baxırdım ona, o bütərməni. Evdə necə reaksiya oldu? Yəni 13 yaşında gəlib deyir ki, mən belə qərar verdim. Biraz belə dedilər, atam dedi ki, abala uşaqsan, dərsləri oxu. Şükürlər olsun Allaha ki, birinci